tarixi dəyişmək, milyonlarla azarkeşin ümidini alışdırmaq üçün neçə söz lazımdır? 100, 1000, yox. Əslində bugünkü dərin təhlilimizdə bunun üçün cəmi 4 sözün kifayət etdiyini görəcəyik. Aha, cəmi 4 söz? Bəli, xoş gəlmisiniz. Missiyamız çox bəllidir. Biz bugün qarşımızda duran tək bir cümləlik mənbəni araşdırırıq. Cəmi 4 sözdən ibarət bir mənalı bir ifadə var əlimizdə. O da Gomis Qalatasaraya qayıdır cümləsidir. Çox maraqlı və doğrudan da qısa mənbədir. Yəni, bu bilirsiniz necədir? Sanki köhnə bir dostumuzdan aldığınız və əlavə heç bir detala ehtiyac duymadan hər şeyi aydınlaşdıran bir mesaja bənzəyir. Düzdür, özdə çox məna yüklü bir mesaj. Tam olaraq belədir. Amma bu sadəcə qısa bir xəbər deyil. Bu beyninizdəki bir, belə deyək, zip faylı kimidir. Üstünə klikləyən kimi içindən illərin xatirələri, əvvəlki qollar və o böyük emosional bağ avtomatik açılır. Bax, bu zip faylı məsələsi, yəni əslində çox vacib bir psixoloji məqama toxunur. Bizim bugün incələdiyimiz bu 4 söz xüsusi bir məlumat sıxlığına malikdir. Məsələ ondadır ki, bu qısa cümlə sizin və ya ümumiyyətlə oxucunun onsuz da sahib olduğu o kollektiv yaddaşa arxalanır. Yəni, oxucuya sıfırdan nəsə öyrətməyə çalışmır. Qətiyyən. Bu cür xəbərlər dərhal qətilik və nostalgiya hissini tətikləyir. Yaxşı, gəlin bunu biraz da aydınlaşdıraq. Bu cür qısa, aktiv və qəti cümlə bizə bu hadisənin reallığı barədə əslində nə deyir? Çünki düzü, mən buna baxanda bəzən düşünürəm ki, bəlkə bu qısalıq elə sadəcə xəbər tənbəlliyidir. Necə yəni xəbər tənbəlliyi? Yəni, jurnalistlər sadəcə diqqət çəkmək üçün bütün lazımlı detalları kəsib atırlar. Biz də götürüb bunu dahi informasiya sıxlığı adlandırırıq. Sizcə bunun doğrudan da məqsədli bir mexanizm olduğuna, yəni əmin ola bilərik? Bilirsiniz, burada maraqlı olan odur ki, cümlədəki qayıdır feili qətiyyən təsadüfi seçilməyib, bu tənbəllikdən daha çox, belə deyək, yüksək kontekstli tətikləyici adlandırdığımız bir anlayışdır. Yüksək kontekstli tətikləyici. Çox maraqlı səslənir. Bəli. Çünki qayıdır sözü özlüyündə bir siklin tamamlandığını göstərir. Yəni, Gomislə klub arasında artıq əvvəlcədən mövcud olan bir bağın bərpa edildiyini sübut edir. O zaman bu, oxucuya mən sizə vəziyyəti sıfırdan izah etmirəm deməkdir bir növ. Tamamilə düzdür. Biz artıq eyni tarixçəni bölüşürük, mesajını verir oxucuya. Fikir verin, mətndə ola bilər və ya danışıqlar gedir kimi şübhə yaradan heç bir ifadə yoxdur. Bəli, bəli. Çox qəti cümlədir. Elədir. Bu, kənardan sadəcə adi bir gəliş deyil, güclü təməli olan tam rəsmi qəti bir prosesdir. Deməli, bu bir növ azərkeşlər və media arasındakı gizli bir şifrə kimidir. Yəni, təfərrüatları bilərəkdən atmaqla xəbəri oxuyan şəxsin tənqidi düşüncəsini kənara qoyurlar. Aha. Və birbaşa onun emosiyalarına xitab edirlər. Çünki qayıdır sözü, yəni istər-istəməz avtomatik olaraq keçmiş nailiyyətlərin yenidən təkrarlanacağı illüziyasını yaradır beynimizdə. Məhz belədir. İnsanlar artıq məlumatı mühakimə etmirlər. Belə anlarda onu birbaşa hiss edirlər. Böyük hadisələrin cəmi bir neçə sözlə verilməsinin əsas gücü də məhz bu qısa yoldadır əslində. Sözsüzsə. Bir anlıq təsəvvür edin. Eyni hadisə uzun bir hesabatla, iqtisadi risklər və mürəkkəb müqavilə detalları ilə birlikdə verilsəydi, nə olardı? Yəqin ki, oxucu çoxlu tənqidi suallar verməyə başlayacaqdı. Bəli, tam olaraq. Maaşı çoxdur, yaşı keçib və s. düşünəcəkdi, amma bu cür qısa və qəti 4 söz o tənqidi bariyeri dərhal yıxır, aradan qaldırır. Açığı, bu mexanizmin necə işlədiyini anlamaq məsələyə doğrudan da fərqli bir pəncərə açır. Bəs bu məqam bizim ümumiyyətlə digər xəbərləri qəbul etməyimizə necə təsir göstərir sizcə? Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, cəmi 4 sözlük bir məlumat müasir insanın qərar vermə və informasiyanı həzm etmə sürətinə tam uyğundur. Aha, çünki uzun mətnləri oxumağa vaxtımız yoxdur. Elədir. Bəzən ən təsirli vasitə insanları lazımsız detallara boğmaq deyil, əsas faktı onların yaddaşına birbaşa bağlamaqdır. Burada da yeganə mühüm fakt budur ki, Gomis Qalatasaraydadır. Vəssalam, uzun-uzadı məqalələri heç bir ehtiyac qalmır. Qətiyyən. Deməli, bizim bu mənbəmizdən çıxardığımız əsas yekun budur ki, qısa,
cəmi 4 sözdən ibarət Qomis Qaltasalaya qayıdır cümləsi sadəcə bir rəsmi təsdiq deyil. Aha. O, həm də bütöv bir xəbər bülleteninin yükünü tək başına daşıyan çox güclü psixoloji bir mexanizmdir. Bəli, və əlavə edim ki, bu mexanizm hədəfə heç bir maneəyə, heç bir tənqidi filtrə ilişmədən birbaşa çatır. Bu baxımdan bugünkü dərin təhlilimizi bitirərkən sizi kiçik bir sual ətrafında düşünməyə dəvət etmək istəyirəm. Növbəti dəfə xəbər lentinizi sürüşdürəndə Mütləq çıxacaq qarşınıza belə xəbərlər. Bəli, qarşınıza çıxan o qısa, bircə cümləli zərbə kimi başlıqlara xüsusi diqqət yetirin. Əgər sadəcə qayıdır sözü arxasında belə bir keçmiş əlaqəni və insan beyninin necə asanlıqla nostaljiya ilə yönləndirildiyini barındırırsa, görəsən digər qısa xəbərlərin arxasında nələr var? Çox yaxşı sualdır. Yəni, oxuduğumuz o qısa cümlələrin arxasında bizim fərqinə varmadığımız daha hansı tamamlanmamış hekayələr gizlənir? O qısa ifadələrin içindəki zip faylları açıldıqda əslində bizə nələri xatırlatmağa çalışdığını bir düşünün. Növbəti dəfə görüşənədək.